Deyirəm, evdə həmişə sən hazırlayırsan. Burada da mən hazırlayım, sən dadına bax. Waffle hazırlayacağım ən sevdiyindən. Kərə yağı lazımdır mənə. Burada 100 qram kərə yağı var. Bunu əlavə edirəm qabın içinə. Və yarım stəkan şəkər tozu. Bunu da əlavə edirəm. Yaxşıca mikserlə ilk öncə bu iki qarışımı qarışdırırıq. Ən düşük sürətdən başlayaraq yüksəldə yaxşıca qarışdırırıq. Bu arada kərə yağı ev temperaturunda olmalıdır ki, şəkərlə yaxşıca qarışsın. O krem haline gəlməlidir də. Görürsən, mən də bilirəm. Tam krem halına gələnə qədər bunu yaxşıca qarışdırdıq. Tam krem halına gələnə qədər. 3 ədəd yumurta lazımdır mənə. Bir yumurtaları bura vur. İndi nə edirik? Bu qarışma süd əlavə edirik. Burada 200 mg süd var. Bunu əlavə elədim ilk başda. Və unumuzu ələkdən keçiririk. 350 qram un. Sən tut, mən yavaş-yavaş bunu ələkdən keçirim ki, hər zaman deyirəm, yenə də təkrarlayayım ki, unu ələkdən keçirəndə şirniyyat çox gözəl olur. İstər şirniyyat, istər bişmiş, çox gözəl olur. Bunu yaxşıca bu cür elə. Yaxşı, mən əlavə edeyim onu. İndi nə edirik? Biraz belə yüngülvari çuxur açırıq. Biraz şəkər vanilin bu kənara və bura açdığımız çuxura bir paket qabartma tozu əlavə edirik. Bax bu cür. Və onu aktivləşdirmək üçün belə bir yemək qaşığı limon suyumuz var. Bunu da əlavə edirik üzərinə. Görsən necə köpükləndi. Və yenə də bu gözəlliyi belə spatula vasitəsilə yaxşıca qarışdırırıq. Tam qarışıb, tam krem halına gələcək. Görsən necə gözəl olur. Tam qatı bir krem halına gəldi. İstədiyimiz qatılıq alındı. Ölçülər tam-tamınadır. Onun üçün yəni bu cür tam belə bir axmayan bir xəmir olur. Və bu xəmir aşağı-yuxarı bir 10 dəqiqə dincəlməlidir ki, qabartma tozu və un öz işini görsün. Bunu biraz burada saxlayaq. Biz ortalığı yığışdıraq. Ondan sonra yavaşdan başlayaq pişirməyə. Tosterımız hazır, xəmirimiz də hazır. Yavaşdan qızarda bilərik. Bir balaca, çox az bitki yağı əlavə edirəm, çox az. Və bunu fırça vasitəsilə hər tərəfə bu şəkildə yayırıq. Və yavaşdan xəmirimizi göndərə bilərik. Tosterımız artıq isindi. Waffle'lar böyük, balaca eləyək. Məncə orta boy eləsən daha gözəl olar. Tamam. O zaman bu qədər xəmir yetərli olacaq. Bunu yaxşıca bu şəkildə bağlayırıq ki, hər tərəfə yayılsın. İndi gözləyirik ki, tosterımız waffle'ları yaxşıca bişirsin. Məncə artıq waffle'ımız hazırdır. İstəyirsən bir yoxlayaq. Qıpqırmızı necədir? Alaq. Qabımıza qoyaq. Və soslardan əlavə eləyək. Şokoladlı sosdan da əlavə elə. Biraz da qəşəng olsun deyə, xüsusən də Rumaysanın sevdiyi süslərdən əlavə edəyik. Amma çox gözəldir. Necədir? Görüntüsü. Super. Dadına baxaq. Bu cür həm soslar düşsün, həm də biraz da dondurmadan götürürük o belə. Həm dondurmadan, həm waffle'dan. Gerçekten çok lezzetlidir. Hadi baxaq görək. Çok yüngüldür. Ən başda dediyim kimi, evdə sən pişirirsən, mən yeyirəm. İndi də sən waffle çox istəmişdin, mən pişirdim, sən yedin. Necə idi? Süper idi. Hoşuma Ellerin geldi. var olsun, Allah razı olsun. Nuş olsun. Resepti sizinlə də paylaşdıq. Siz də bişirin, sevdiklerinizlə paylaşın, bərabər yiyin.